Həqiqi hidrogel gözaltı paçları tamamilə suda həll olmalıdır. Yəni onlar plastik tərkibdən ibarət deyil. İndi sizinlə kiçik bir eksperiment keçirəcəyik və mən paçların suda tamamilə necə əridiyini göstərəcəyim. Hətta sonradan bu suyu dərini nəmləndirmək üçün sprey kimi də istifadə edə bilərsiniz. Beləliklə, mən bir ədəd paç götürürəm. Gördüyünüz kimi onlar yarı şəffafdır və dərinin üzərində çox rahat şəkildə fiksasiya olunurlar. Dərini anında nəmləndirir və bu hidrogel paçlar suda tamamilə həll olunmalıdır. İndi isə onun üzərinə biraz su əlavə edirəm. Əlbəttə ki, tam həll olunması üçün biraz vaxt lazımdır. Təxminən 5 dəqiqə qarışdırdıqdan sonra paçımız artıq demək olar ki, tamamilə əriyir. Əgər bu paçımız tamamilə əridirsə, demək ki, təbii tərkibdir və bu emulsiyanı siz dekoltə zonasına və ya paç yapışdıra bilmədiyiniz digər nahiyələrə də çəkə bilərsiniz. Bir daha qeyd edirəm, həqiqi hidrogel paçlar suda tamamilə əriyir. Əgər aldığınız məhsulun hidrogel olduğunu iddia edirsinizsə, lakin onu sınaqdan keçirməmisinizsə, bu üsuldan istifadə edə bilərsiniz. Okeanın paçı tamamilə həqiqi və keyfiyyətlidir.